Deməli, uşaqların otağına keçməmişdən qabaq buranı da sizə göstəreyim. Mənim ən zəhləm getdiyim aboy buradır. Yəni mən bu aboy qədər iyrənc aboy həyatımda görməmişəm. Yəni bunlar yenə bu başa düşüləndir, bu belə zərlidir, nə bilim belə çox necə deyim, gözə batmayan bir şeydir də. Bunlar yenə xoşuma gəlir. Oranı da idarə eləmək olar. Buranı ümumiyyətlə özüm seçmişəm. Amma ki bu mənim ən nifrət elədiyim aboydur. Bu çılçırağı da məcbur özümüz, bizdə var idi bu, nənəmin, bilmirəm, hara üçün, deyəsən səhv eləmirəmsə, bağ evi üçün almışdı, artıq qalmışdı. Ona görə, ya bilmirəm, elə buranın özünündür, İnan heç yadımda deyil, ya bağ evinindir, bağdan gətirmişik bunu, ya da ki buranın özünündür. Məncə ama bağdan gətirmişik bunu, dəqiq bilmirəm. Nəysə ki, bunu da artıq xərcələmək istəmədiyim, ona görə dedim ki, bu da qalsın, heç nə olmaz, köhnəni də istifadə edərəm. Mənim elə bir şeyim yoxdur, yəni problem görmürəm onda. İnşallah gələcəkdə qismət olar, dəyişərik. Sonra burada mənim yoldaşım özü üçün burada belə bir asılmağa yer qoyub idman eləməyə. Bu nəfəsim kəsildi. Nəysə ki, bura belə bir yerdir. Görürsünüz, burada qapının məsələm üçün gördüyünüz kimi şüşəsi qırıqdır. Bunu da heç dəyişməmişik. İnşallah qismət olar, pulumuz olar. Gələcəkdə bunların hamısını dəyişərik. Sizə buranı göstərmək istəyirdim. Burada da mənim xoşuma gəlməyən nə idi əvvəllər? Çünki burada əvvəl şifonyer yox idi. Yəni bunu biz özümüz elətdirmişik. Bunu özümüz hazırlamışıq. Yadınıza gəlsə bir ay əvvəl paylaşmışdım videosunu. Burada nə xoşuma gəlmir onu deyim sizə. Burada işığın burada olmağı mənim heç xoşuma gəlmir. Bax buradadır işıq. Yəni sən qapıdan girirsənsə, əslində işıq burada olmalıdır. Yandırasan ki, tutanım burada işıq var. Mən bunu yandırdım. Mən bunu sevmirəm açığı. Çünki otağa ya otağın qabağına qoy, buralara bir yerə qoy ginən işığı. Amma bunda çox qəribə bir şey düzəldiblər, bura qoyublar. Yəni bunu nəyə lazımdır? Qapıya girdin, çıxandan sonra adamın ayağına ilişir. Yəni yaxşı bir şey deyil əslində. Yəni bunlara da diqqət edin. Məncə ən diqqət olunmalı şeylərdən biri budur. Burada işıq olsa daha gözəl olardı, nəinki orada olmağı. Bir dənə bu necə zövqsüzlüyə baxın. Burada bu aboyla bu aboyun nə əlaqəsidir? Yəni eləyirsənsə, hamısını heç olmasa bundan eləyərdin də. Yəni bu niyə belə bir aboy olsun ki burada da? Nə bilim, bəlkə elə sevənlər var, amma mən heç sevmirəm. Nəysə, gəldik bura. Sizə jalüzümüzü göstərməmişdim. Bunu da göstəreyim. Məsələn, bu jalüzü biz özümüz düzəltdirmişik. Sonra burada da qapının ağzında jalüz var. Bu da həmçinin açılır. Buradan bura qədər gəlir. Örtəcək qədər şüşəni. Bu da həmçinin sadəcə bu aralı qoymuşam biraz. Sizə buranı da göstərəcəkdim ki, buranın aboyu da mənim o qədər ürəyimcə deyildi. Belə bir sirenov rəngdə güllərdir. Burası açıq rəngdədir. Yəni bura bütöv belə olsaydı daha yaxşı olardı. Görünməz. Mən çünki belə dediyim kimi belə qatma qarışıq, kaşa şeyləri sevmirəm. Nəysə, gəldim bura. Burada yoldaşım əyləşir, işlərini görür. Özü üçün balaca bir kabinet düzəldib. Burada çılçırağı mən seçmişəm. Mən belə çılçıraqları sevirəm. Onu da deyim niyə. Əslində bunun işığı çox deyil. Amma gördüyünüz kimi bunun görürsüz nə deyirlər, qabı. Bu qab başa aşağıdır. Bunun içərisinə toz girmək ehtimalı daha azdır. Nəinki belə yuxarı olanda. Düzdür, yuxarı olanda bəlkə daha işıqlı olur. Amma ki belə olanda çiklənmir. Mən əsasən aldığım şeylərə həmişə fikir verirəm ki, çox çiklənməsin, çox toz olmasın. Çünki öz xasiyyətimi bilirəm. Bilirəm ki, mən onu yığışdıran deyiləm, mən onu ayda ildə bir dəfə təmizləyəcəyəm. Ona görə aldığım şeylərdə hər zaman elə şeylərə çox diqqət edirəm. Acı qablarımı belə alanda baxmışdım ki, onun qıraqları belə kələ-kötürlü olmasın, üstündə belə gül motivləri yuxarıda olmasın. Düppələm düz bir şeylər olsun ki, mən onu rahat şəkildə yuyum. Onunla çünki mən əlləşməyi heç sevmirəm. Mən üçün elə şeylər çox vaxt itkisi kimi bir şey gəlir. Bəlkə də gələcəkdə fikrim dəyişər, onu deyə bilmərəm, amma hal-hazırda belə düşünürəm.
Bura uşağın yeridir. Yatıb deyə biraz sökülüb tökülüb oralar. İndi inşallah oranı da yığacağım. Bu heç bunu yerə atıram onun üçün. Çünki buradan yerə yıxılır. Başı dəyməsin, əzilməsin deyə. Sizə mətbəxdə dediyim şey bu mövzuydu. Baxın, bu qulplara fikir verin. Bu məsələm üçün o qədər də kəskin deyil. Bir də var bunların belə kəskin forması. O vaxt üçün onlar həqiqətən də mod idi. Hər kəs evinə ondan eləyirdi. Bizdə hətta bağda da bunlar kəskin olanlar da hər dəfə ayağımız dəyir, əzilirik. Yəni o məni çox narahat eləyən bir şey idi. Ona görə mən elətdirəndə bunları dedim ki, bu olsun, belə kənarı belə olsun ki, əzilməsin. Amma məsələn, siz əgər uşaq otağında belə bir şey eləsəz, mən bunu yadımdan çıxdı demək açığı, mən bunu belə elətdirməzdim. Burada mən çünki ayağımız dəyir, həm belə bir yer tutur, bu boyda yer tutur. Yəni çox mənasız bir şeydir bunu olmaq. Ya bunun burasına balaca bir kəsik kimi bir şey elədir, ya da ki mebelin öz içində belə boşluq qoyurlar, belə dartıb çıxartmağa. Elə bir şey elətdirmək olardı. Çünki bu həqiqətən də çox mənasızdır bu boyda yer üçün. Çünki bizim yerimiz həqiqətən çox balacadır. Bura heç nə yerləşmir də. Bura mən toz soğanımı qoyuram, burada mən paltarlarımı ütüləyirəm. Yəni yer yoxdur da. Da yoldaşımın işıqları, nə bilim kompüteri, burada kravat, yəni güclə yerləşib. Bax, mən məsələn buranı, şifonerini öz zövqümə görə elətdirmişdim. Dedim ki, məsələn usta gəldi, dedi ki, dizayn eləyən daha doğrusu. Dedi ki, gəlin bunu bura qədər eləyək. Çünki baxın, burada kəsiyi var axı. Dedi ki, gəlin o şkafın orasına qədər. Dedim, yox, mən elə istəmirəm. Mən istəyirəm bu axıra qədər getsin. Həm bilirəm ki, mən o tozu silən deyiləm. Burada uşaq otağıdır. Uşaqlar üçün də toz, yəni çox təhlükəlidir, allergik bir şeydir. Allergiya yarada bilər. Ona görə mən özümü tanıdığıma görə yaxşı ki, yaxşı tanıdığıma görə oranı mən hər dəfə silən deyiləm. Dedim ki, qoy axıracan olsun. Axıracan elə ki, mən ora əlim çatmasın da, yəni. Həm də ki, evimizdə o qədər yer balacadır da. Yadınıza gəlirsə, mənim uşaqlarımın paltarlarını qoymağa yerim yox idi. Hər zaman o koridorda, dəhlizdə gördüyünüz o balaca yerdə 2 dənə yer ayırmışdım, ora qoyurdum. Ona görə burada belə şey olmağı mənim üçün yaxşıdır. Artıq şeylərimizi də ora yığmışıq. Yəni qış paltarlarını da ora yığmaq olar. Yəni bir çox şeyi yerləşdirmək olar. Evdə nə qədər şifonyer, şkaf varsa, əgər minimalist bir insan deyilsinizsə, belə şifonyerin, şkafın olmağı çox yaxşıdır. Burada belə. Sonra buranın pərdəsini necə seçmişik? Bu abaya uyğun seçmişik. Yoxsa mən məsələn üçün uşaq otağında bu rəng istəməzdim olsun. Bənövşəyi rəng. Çünki mən açığı bənövşəyidir, mavidir. Bunlar biraz mənə belə necə deyim, çox da belə zövqümcə deyil də. Hər kəsin özünə uyğun zövqü var. Məsələn, mən sevmirəm. Mənim adicə əvvəlki otaqlarıma baxsaz, mənim əvvəl yaşadığım şuvalanda, sonra bağda, mənim hər otağımın aboyları ağ rəngdədir. Ağ və yaxud da ağ üstü çilli. Yəni aboylarım mənim ancaq belə açıq rənglərdə olub. Sadəcə buralar, bu məsələn üçün mənim evimin aboyuna bənzəməsə də, yəni bu da qəbullana bilərəm. Çox açıq çəhrayı ilə belə krem rənginin belə qarışığı bir rəngdir. Yəni bu daha gözümə gözəl görsənir, nəinki bu. Amma yenə də bunun üstündə motivlər var. Mən bu motivləri belə sevmirəm. Hər kəsin zövqü fərqlidir. Nəysə ki, bu uşaq otağı da belə. Gördüyünüz kimi balaca yerdə biz hər şeyi yerləşdirməyə çalışmışıq. Bu uşaq otağından keçirik bura, yataq otağına. Bu gördüyünüz bütün yerlər, bu hissə, buradan bu tərəf hamısı qonaq otağı olub. Yaxşı ki, dəyişiblər. Uşaqlar üçün də balaca bir yerdə olsa elətdiriblər bizdən əvvəl yaşayanlar. Burada bizim yataq otağımız. Salam Lucy, necəsən? Nə edirsən sən burada? Qalmışdın burada. Bu bizim Lucy'mizdir. Lucy'mizi tanıyırsınız. Bu mənim qızımdır. Ən birinci qızımdır. Mən qızıma hamiləykən bu pişiyi yolda tapmışdım. Yadınıza gəlirsə, bilmirəm, görmüsünüz onu. Düzdür, o vaxt vloglar çox çəkmirdim, amma o Lucy'nin haqqında danışmışam. Bunun beləcə bir ayağı yoxdur balamın. Buradan ayağını kəsiblər balamın. Ya əzilib bilmirəm. Şirin balamdır mənim. Bizim görürsünüz, evimizə uyğundur. Görürsünüz, nə gözəldir. Pərdələrə, evə, hər şeyə uyğun gəlir balam. Həli Lucy. Yaxşı, sən get.
Deməli, bura bizim yataq otağımızdır. Burada mebel axtaranda çox əziyyət çəkmişdik. Çünki hər şifoner bura uyğun gəlmirdi. Hər mebel bura uyğun gəlmirdi. Hətta kravatın yerini belə dəyişmək istirdik, yatağın yerini dəyişmək istirdik. Nəysə ki, belə bir şey alındıra bildik. Burada bizim pərdəmizdir. Bu gördüyünüz mənim çılçırağımdır. Bunu alanda mən çox bəyənmişdim. Amma belə gözəl görsənir, çox qəşəngdir. Amma bir dənə bir şey var ki, işığı çox az verir. Mən məsələn üçün keçirəm orada, pərdəni çəkirəm, başlayıram orada makiyajımı edirəm harasa gedəndə. Çünki işığı bunun o qədər azdır ki, mən görmürəm ki, üzümə nə çəkirəm, nə edirəm. Düzdür, elə də çox makiyaj eləmirəm. Ayda ildə bir dəfə edirəm, amma yenə də olsun, yəni məni qane etmir bunun işığı. Amma belə çox gözəl görsənir, yəni çox bəyənərək almışdım bunu. Sonra gəlirəm bu yana. Gəlin bu tərəfi bağlayım. Deməli, bu gördüyünüz tumbalarla bizim qonaq otağında gördüyünüz termo eynidir. Yadınıza gəlsə bunların dizaynı, hətta baxın, bu belə eynidir. O zalda gördüyünüz güzgü, görürsünüz hamısı eynidir. Burada bizim Duyğunun oyuncağıdır. Əslində mənim idi, bu Duyğu özəlləşdirir, nəysə. Burada belə bir yataq otağıdır. Yataq otağında bu çox toz yığan bir şeydir, amma bilmirəm niyəsə nənəm bunu seçmişdi, bilmirəm niyə. Yəni bunun üstünü hər dəfə təmizləmək lazımdır. Sonra dediyim kimi belə şeylər çox toz yığır. Yəni alanda bunları düşünün alın. Ya belə düz bir şey alın ki, üstü tozlanmasın. Mən məsələn dediyim kimi sevmirəm tez tozlanan şeyləri. Bura mənim zirzibillərimlə doludur. Nəysə, oranı da inşallah bir gün əl gəzdirib dəyişdirəcəyəm. Hələ ki, vaxt tapa bilmirəm. Bura gördüyünüz kimi mənim şifonerimdir. Burada Turalın paltarları. Bu yanda mənim paltarlarım. Güzgülü olmağını mən çox bəyənmişdim. Çünki burada da hazırlaşanda belə baxıram, hazırlaşıram, giyinirəm. Belə xoşuma gəlir bura. Burada mən sizə nə deyəcəydim? Bu gördüyünüz arxada yaşıl var. Görürsünüz, bu yaşıl aboy. Bu yaşıl aboyun yerinə burada bizdə əvvəllər, deyəndə ki, bizdən öncə yaşayan adam nə etmişdi burada? Belə xalça motivli aboy var idi. Fikirləşin ki, bu rəngdir, bax, buralar bu rəngdir. Burada da qırmızı, bardovo, belə qəribə bir aboy var idi burada. Sonra 2 dənə də belə kəsik yerlər var idi. Boş idi, elə bir uzun, mənasız bir şeylər idi də. O zalda görmüşdünüz ya, o balaca yerlər. Onun elə bir uzun forması. Orada mənim heç ürəyimcə olmadı. Dedim, bu nədir? Yəni, heç sevmədim yəni buranın görüntüsünü. Dedim ki, yoruldum, biraz oturup burada danışım. Burada dedim ki, mən belə şey istəmirəm, mən buranın xalça bəyənmirəm, mən ümumiyyətlə xalça mənim üçün gözəldir, qəşəngdir. Amma yataq otağında orada xalça mənə biraz qəribə gəlir. Əvvəlki toylarda xalça vurdular divara, nə bilim, xalçanın üstünə şəkil qoydular. Hətta orada səhv eləmirəmsə onların, bilmirəm, rəhmətə getmiş kimsə şəklini qoymuşlar orada, yataq otağında. Sözüm onda yox. Mən dedim ki, mən elə bir şey istəmirəm. Bir dənə buranın aboyunu dəyişdik. Dedik, buranın rənginə uyğun bir şey olsun. Ona görə də belə bir, bu rəngə uyğun bunu tapdıq. Çox əslində o qədər uyğun deyil. Rəngi biraz qəribə görsənir. Amma səhv eləmirəmsə aboy ustası, aboy satan oğlana deyir ki, belə bir xalça fasonu var idi, xalçaydı. O da bizə həmin o xalçanı göstərdi aboyu. Dedi, ay sağ ol, bundandır. O da bizə bunu dedi ki, bu uyğun gələr. Nəysə ki, bunu elətdirdik. Burada da bunu düzəltdik. Sonra arxasından bir dənə, nə deyirlər ona, nəsə belə uzun bir şey çəkdirdik bunun üstünə ki, həmin o belə uzun yerlərdə bağlansın. Çünki çox mənasız bir şeydir. Ora uzun nə qoya bilərsən ki, uzun aksesuar qoyasan, bəlkə də aksesuar kimsə qoyur. Mən məsələn sevmirəm. Hər yerdə aksesuar mənim üçün çox sıxıcıdır da. Yəni aksesuar bir dənə zalda qoyaram və salam. Yəni başqa heç yerdə qoymağı sevmirəm. Görürsünüz, sadəcə bir dənə şəklimiz var. Onu da öz yataq otağıma qoymuşam. Heç onu zalda belə sevmirəm. Ola bilər kimsə sevsin, qoysun, amma mən qoymağı sevmirəm. Bəlkə gələcəkdə fikrim dəyişə bilər, qoyaram, amma çox xoşuma gələn bir şey deyil. Mən hər yerdə şəkil, orada şəklimiz, burada şəklimiz, hətta saata belə şəkil qoyduranlar var. Nə bilim, hər yerdən öz şəklini qoyanlar var. Mənə biraz, nə bilim, qəribə gəlir o. Ona görə sevmirəm. Ay, çox yoruldum, nə qədər danışdım.
Sonra məsələn üçün burada lampalar da ola bilərdi. Yəni bunun üstündə lampalar da qoya bilərdik. Sadəcə çox açıq deyim, remontla, təmirlə falan əlləşmək istəmədik. Çünki elə bir dönəmdə idi də bizim üçün çox çətin idi evləndiyimiz zaman. Ona görə ki, inşallah gələcəkdə qismət olar. Dəyişərik burada hər şeyi. Yəni ürəyimiz istəyən kimi. Amma hal-hazırda yəni məni qane eləyir. Çox şükür evimiz var. Yəni Allaha şükür. Yəni hər kəs istəyər ki, öz evi olsun, öz evində yaşasın. Yəni mənim üçün problem deyil də. Belə bir şeyləri mən özümə heç vaxt problem eləmirəm. Bunu da Turanın otağından gətirmişik bura. Duyğu ilə Ayaz burada bizi ilə yatırdı. Bir ara uşaqların otağı olmayan vaxtı, yəni buna məcbur idik də. Yəni uşaqların yeri yox idi. Ona görə o lampa mənə çox kömək olmuşdu. Ona görə qoymuşduq ora. İndi bəlkə çıxartdıq onu oradan, bəlkə hələ qaldı orada. Bilmirəm. Hələ ki yaxşıdır. Həmçinin mənim üçün işıq lazım olanda ondan istifadə edirəm. Çünki dediyim kimi bu lampa məni görmür. Bu çılçıraq məni görmür. Amma onun işığı çox güclüdür. Çox xoşuma gəlir onun işığı. Məsələn, bu qapını da uşaqlarım görürsüz buradan söküblər. Bu qapının üstü yoxdur. Bunun kimi deyil. Qonaq otağında belə bir şey var. Bunu hələ də başa düşmürəm ki, bu nədir? Niyə bunu qoyublar? Bilmirəm. Heç yoldaşımla da danışanda yadımdan çıxıb niyə qoyublar bunu? Pəyə gələcəkdə bunu çıxartdırdıq. Nə bilim, nəyə lazımdır? Bu bilmirəm hələ ki. Çox mənasız bir şeydir. Xalçaları da göstərim. Bu xalça yataq otağının xalçasıdır. Düşünürəm ki, bura çox uyğun gəlir bura. Həmçinin bu tərəfdə də var. Sizə göstəreyim. Bu da bu tərəfdə xalçadır. Bu məsələn bizim evdə burada belə bir turbalar keçir. Bunlar kombinin turbalardır. Belə çox səliqəsiz görsən. Sonra bura bizdə su çəkmişdi. Burada bilmirəm bir boşluq var idi ya nə var idisə bilmirəm. Buradan su dammışdı. Nə olmuşsa burada pol qalxmışdı, döşəmə qalxmışdı belə. Burada belə bir qəribə bir şey var. Onları da düzəltdirərik inşallah gələcəkdə. Qapıdan girişin xalçasıdır. Bunlar hamısı belə bir rənglərdədir. Yəni bunlar mənim çox xoşuma gəlir. Çox qəşəngdilər. Rəngləri çox uyumludur burayla. Uşaq otağında da xalça var idi. Sadəcə burada şkafa mane olurdu. Ona görə məcbur burada ayaq altından o xalçanı da yığdıq. Yoxsa bura bütöv xalça idi. Mətbəxdə olan xalçamızdır. Mətbəxdə əslində belə bir xalça olmağı o qədər də yaxşı deyil. Çünki üstünə bir şey dağılan kimi o dəqiqə hiss olunur. Ona görə biraz çətindir belə açıq rəngli xalçaları bu evdə saxlamaq. Amma belə aboya falan, yəni çox uyğun gəlir də. Orada da bizdə belə yerlər var. Bura su dağılır deyə, nəsə olur deyə. Yəni bu biz gəlməmişdən öncə də var idi biraz da. Çöktükcə çökür də yəni buralar. Təkcə biz zalın bu polunu dəyişmişdik mən bilən, elə yadıma gəlir, dəqiq yadımda deyil. Bura nəsə belə problemlidir də biraz. Ona görə oranı da inşallah qismət olar. Gələcəkdə dəyişdirərik, düzəltdirərik. Zalımızın xalçalarıdır, qonaq otağımızın xalçalarıdır. Bu uşaqlar yemək yeyirlər, meyvə yeyirlər. Ona görə hər zaman deyib, buna bax, indi bu dəqiqə yeyib meyvəsini atır yerə. İndi bu rəng götürməyən meyvədir də, amma eləsi var ki, rəngi çıxır. Hər dəfə də silirəm, nə qədər silsəm də yenə də ləkəsi qalır, bəzən gözümdən qaçır. Dünüz xalça həm bu tərəfə, həm də bu yana doğru gedir. Mətbəxdə balaca bir belə televizorumuz var. Məncə mətbəxdə televizorun olmağı çox yaxşıdır. Yemək bişirərkən, qabları yuyarkən nələrsə qulaq asıram. Bu arada sizə onu da deyim ki, heç vaxt heç nəyi dərd eləməyin. Yəni hər şey onsuz da gəldi gedərdi. Bu ev 100 il sonra bilmirəm heç kimin olacaq. Məndən sonra burada kimlər yaşayacaq, kimə qismət olacaq. Yəni heç nə qalıcı deyil bu həyatda. Sadəcə insan istəyər ki, övladı üçün, öz uşağı üçün nəsə eləsin. Yəni elə insanlar var, düzdür, düşünmürlər bunu. Elə valideynlər var, vecinə deyir uşaqları, nə istəyir eləsin, harda istəyir qalsın, mənim vecimə deyir. Amma mən düşünürəm ki, mənim əgər bu valideyn olaraq məsuliyyətimdirsə, yəni uşaq mənim məsuliyyətimdədir də. Uşaq özü dünyaya gəlməyi istəməyib ki.
Mən də özüm dünyaya gəlmək istəməmişəm. Anam, atam məni dünyaya gətiribsə, yəni onların bu məsuliyyətləri həmçinin mənim uşaqlarımda. Ona görə hal-hazırda çalışıram ki, onlara gözəl şərait qurum. Onların gələcəyi üçün nələrsə edim. Yəni mənim üçün uşağım istəmərəm ki, yəni küçələrdə qalsın. Yəni başını soğacağı evi olsun. Ən əsas da mənə elə gəlir ki, qız uşaqları üçün bu çox önəmlidir. Oğlan yenə də başının çarəsinə baxa bilər, nə qədər də olmasa, amma yenə də o da övladdır. Onun üçün də düşünürəm ki, nəsə eləmək lazımdır. İnşallah qismət olar. Uşaqlar üçün nəsə eləyərik. Yəni mən bunu hər zaman arzulayıram. Çünki mən anamdan da, nənəmdən də elə görmüşəm. Əsas da nənəmdən. Mənim nənəm çox işgüzar qadındır. Hər zaman hər şeyin ən yaxşısını eləməyə çalışıblar mənim üçün. Özünüz də görürsüz də. Heç vaxt nəyəsə möhtac olmamışam. Hər şeyim yerində olub, geyimim olsun, keçimim olsun, gəzməyim olsun. Mənim 5-6 yaşımdan hardasa bir 20 yaşına qədər hər il Türkiyəyə getmişik, nə bilim, gəzməyə getmişik. Haralara oldu, aparıblar məni də. Yəni heç vaxt heç nədən dala qalmamışam. Hər zaman istirahətə getmişəm. Hər kəsin xəyalları var da. Bəzi insanlar üçün bu xəyal olaraq qalır, bəziləri üçün bu adiləşə bilər. Mən məsələn üçün uşaqlığımda çox gözəl yerlər görmüşəm. İndi də məsələn istəyirəm, özüm gəzirəm. İndi onlar başa düşmürlər. İnşallah gələcəkdə qismət olar. Onları gəzməyə aparacağam. Başqa ölkələri gəzdirəcəyəm. Allah təki qismət eləsin, təki Allah hər kəsin ruzisini versin. Yəni mən istəyirəm ki, uşaqlarıma öz uşaqlığım kimi həyat yaşadım. Düzdür, hər kəsin həyatında çətinliklər olur. Mənim də həyatımda çətinliklər olub. Nəsə, çox belə dərinə getdim. Sözümün canı odur ki, əsas sağlamlıq olsun. Gördüyünüz kimi mənim evim də mükəmməl deyil. Qapılarım pis gündədir, qırığı var, çatı var. Sözümün canı odur ki, yəni mən belə evdə yaşamaqdan, bəzi qapının qırağı skoçludur. Yəni mən bundan utanmıram. Mənim əsas odur ki, başımın üstündə damım var. Yəni bu mənim üçün çox önəmli bir şeydir. İnsana bir növ rahatlıq verir. Yəni yaşadığınız evdən, böyüdüyünüz ailədən heç vaxt utanmayın. Heç vaxt çəkinməyin. Çünki hər kəsin öz taleyi var, öz qisməti var. Hər kəs üçün bir şey yazılıb. Əgər siz öz üstünüzdə çalışırsınızsa, əmin olun ki, haralarsa gəlib çatacaqsınız. Elə bir insan yoxdur ki, bu həyatda istədiyinə nail olmasın. Ona görə öz üstünüzdə çalışın, özünüzə gözəl şərait qurun. Əsas da qız uşaqlarınıza o şəraiti qurun. Çalışın ki, çox əziyyət çəkməsin. Mən məsələn sizə bir şey deyim də, 24 yaşında evlənmişəm. Mən 24 yaşına qədər, anamla, nənəmlə yaşayana qədər əlimi ağdan qaraya vurdurmayıblar. İsti sudan soyuq suya saldırmayıblar. Mən ev işi nədir bilmirdim. Yemək bişirmək nədir bilmirdim. Heç bir şey eləmirdim də evdə. Çox nadir halda yemək bişirərdim. Demirəm bundan fəxr olunacaq bir şeydir, onu da demirəm. Sadəcə deməyim odur ki, mənim ailəm olsa düşünüb ki, sənin əsas təhsilindir, gələcəyindir, sən oxu günah. Bizim üçün əsas budur. Oğlum çağırır. Gəl görək. Sənin üçün əsas təhsildir. Qalan şeyləri onsuz da yemək pişirməyi də öyrənəcəksən. Yəni heç kim elə insan yoxdur ki, yemək pişirməyi sonradan öyrənməsin. Ev təmizləməkdir, onu öyrənməsin. Yəni onsuz da eləyəcəksən də bu şeyləri. Oy şey qurban, nədir? Yəni uşaq baxmaq belə mən məsələn üçün hər şeydən iyrənən bir insan, uşaq böyüdürəm. Uşaq yuyuram. Ona görə yəni əsas gələcəyinizə önəm verin, təhsilinizə önəm verin. Qalan şeylər isə sonradan öyrənilə bilər. Sağollaşaq Ayaz. Gəl mənim yanıma. Çıx bura. Gəl dayan yanımda. İzləyicilərimə nə demək istəyirsən? Yine mən sizin hamınızı öpürəm. Mən sizin hamınızı sevirəm. Ayaz. Məni izlədiyinizə görə sizə hər birinizə təşəkkür edirəm. İnşallah növbəti vloqlarda və yaxud da görmək istədiyiniz hər hansısa bir mövzu varsa, mənə deyin, mən o mövzu haqqında çəkeyim, danışım. Yəni düşünürəm ki, məni izləyənlər varsa, mənim düşüncələrimə qatılanlar da var. Ayaz. Ona görə özünüzdən müğayət olun, özünüzə yaxşı baxın. Gələn vloqlarda görüşənə qədər. Sağ olun.